Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U10 Liqası Amasya tam görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, hər iki komanda bugün gözəl oyunla öz azarkeşlərini sevindirəcək. Oyunu hakim İmran Məhərrəmov idarə edir. Ona da hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. İnanırıq ki, bugün güclü olan komanda qələbə qazanacaq. Uşaq liqalarında qələbənin o qədər də önəmi yoxdur. Əsas məqsəd uşaqlara futbolun sirlərini düzgün şəkildə öyrətməkdir. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə bizlərə qonaq komanda Xan göstərilib. İndi qapı istiqamətindən zərbə qapıcı Fərid. Elə fərddən başlayaq. 1 nömrə Fərid Heybətov 4, Aqil Mirzəli 7, Məhəmməd Məmmədli 9, Hakan Budaqlı 16, İsrafil Qəbulov düz səsləndirdim 17, Amir Əliyev 20, Arif Müzəffərov. Komandanın baş məşqçisi Samir Sultanov. Digər futbolçular 3, Raul Zeynalov 2, Azad Hüseyin 8, Rəsul Məmmədli 10, Nihat Əli 19, Davud Fəthullazadə 55, Raul Zeynalov 77, Raul Bayramlı. Güncən zərbə Xan oyuncuları topu oyuna daxil edir. Daha bir gün zərbəsi yerinə yetirəcək. Amasya'da qapıda 1 nömrə Murad Rüssəmov 3, Tunar İsrafilli 4, İbrahim Mehdi içəriyə doğru sürmə izləyirik. 7, Amir Məmmədli 8, Hikmət Qutayev 10, Atilla Sultanlı 11, Soltan Əmir Aslanlı. Komandanın baş məşqçisi Rasim Hacıyevdir. Digər futbolçular 14, Mikail Niftəliyev 19, Rəvan Kolayev 15, Əli Murad 17, Tacəddin Abdullayev 22, Marif Sideyevzadə 5, Tamirlan Tanrıverdiyev 6, Cəbrail Qənizadə 77, Rauf Əliyev 2, Araz Osmanlı 21, Ali Sərxan. Əgərlər hər hansı bir oyunçunun ad soyadında səhvə yol verdimsə üzrlü sayın. Cərmə zərbəsindən Amasya oyuncuları hakim bildirir ki, onun formasından tutub dartıldı. Soltana qarşı qayda pozulmuşdu. Hakim cərmə zərbəsi təyin edir. Bir nəfərdən ibarət canlı sət var. Topun gerisində yox. Hikmət Qutayev topun gerisinə gəlir. Komandanın 8 nömrəli futbolçusu günün sonuncu oyunu içəriyə doğru ötürmə havada. Kürəklidir. İnanır ki, havanın kürəkli olması uşaqların meydandakı hərəkətinə mane olmayacaq. Soltan qapı istiqamətindən zərbə. Koxalski fərd yerindədir. Koxalski ləqəbi ilə məşhurlaşıb. İndi Xan hücum qurmağa çalışır. Qapı istiqamətindən zərbə. Top qapıdadır. Raul'un qolu. Hakan ötürməsindən sonra Raul topu qapıdan keçirir. Çox maraqlıdır ki, bugün Xan komandasının heyətində 3 Raul çıxış edir. Komandanın 77 nömrəli futbolçusu Raul Bayramlı. Hakan ötürməsini boşa çevirmədi. Amasya dərhal hücum atılır qapıya. O qədər də təhlükə olmayan bir zərbə gəlir. Fərid Aqillə oynayır. Hikmət topu komandasını kazandı. Amir Amasya hücumu devam edir. Qapıya zərbə hesab bərabərləşir. Çox keçmədi. 2 dəqiqə sonra Amasya bərabərlik qolunu vurur. Komandanın 11 nömrəli oyuncusu Soltan Əmir Aslanlı. Hakan yer ötürmə ev tapışır. Qapıya zərbə. Top qapının üstündən keçir. Güncdən zərbə ilə Amasya oyuncuları topu oyuna daxil etməli. Hikmət Qutayev içəriyə doğru ötürmə. Qapı istiqamətindən zərbə və qol. Gözəl qol vurulur. Amasya'nın 10 nömrəli oyuncusu Atilla Sultanlı möhtəşəm zərbə indirir.
Çok güzel zərbə indir təkrarı. Bir daha izləyirik. Murad topu oyuna daxilidir. İbrahim vardı yanında. Oynuyor. Xan komanası qapıya zərbə. Qapıcı Murad 2 cəhətdə topu qazanır. Amma isə üçün vurmağa çalışır. Hikmətdən ötürmə. Amir. Soltanla oynuyor. Soltan keçdi rəqibin içəriyə doğru. Ötürməsini də etdi. Yox qapıya. Bəli, zərbə vurmaq mümkün olur. Müdafiəçilər daha bir zərbə. Mikail'in zərbəsi idi. İbrahim altdan topu oyuna daxil etdi. Üzr istəyirəm. Aqil idi. Xan komandasının 4 nömrəli. Qapıya zərbə qapıcıdan. Möhtəşəm reaksiya. Murad Rüstəmov bacarıqlarını nümayiş etdirir. Güncən zərbə ilə Hakan. Yerlə ötürmə. Daha bir ev tapşırıq izləyə bilər qapıya. Yox, zərbə indirməyə imkan vermirlər müdafiəçilər. Bu təhlükəli hücumun qarşısını kəsdilər. Amma isə dərhal hücum qurmağa çalışırdı. İbrahim. Buna qarşı topu itirmək fikrində deyildi bu epizodda. Yenidən İbrahim. Murad. Mikail. Xan ondan top almağa bacarır. Hakan rəqibini yaxşı keçdi ötürməsi. İsrafil yenidən Hakan qapıya içəriyə doğru və tərs bir toxunuş. Və tərs bir toxunuşla Xan komandası daha bir gol vurur. Qapı istiqamətindən zərbə indirilir. Fərdi yaxşı oynayır. Rəvanın zərbəsi idi. Raul. Hər iki komanda hələ ki 2 golla yadda qalıb. Və hakim ilk hissənin başa çatdığını bildirir qısa fasiləyə ayrılır. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri ikinci hissə. Başladı ilk hissədə hər iki komanda 2 golla yadda qaldı. Qollara bir daha xatırlayaq. Əvvəlcə Raul hesabı açdı. Soltan bərabərlik qolunu vurdu. Atilla'nın möhtəşəm zərbəsi ilə Amasya hesabda önə çıxsa da ilk hissənin sonlarına yaxın tərs bir toxunuşla hesab bərabərləşdi. Outdan Nihat top oyuna daxil etdi. İsrafil yel ötürmə. Qapı istiqamətindən zərbə. Daha bir gol vurulur Hakan Budaqlı. İlk hissədə məhsullar ötürmə ilə yadda qalmışdı. Vurulan ikinci golda da onun payı böyük idi. Onun içəriyə doğru ötürməsindən sonra Amasya oyuncuları topu öz qapılarından keçirmişdi. Amir irəli oynuyor. Rəvan keçdi rəqibini. Qapı istiqamətinə çox gözəl bir imkan yaranmışdı. Soltan komandanın 11 nömrəli oyuncusu. Cəlmə zərbəsindən Xan oyuncuları topu oynadı. Daxili qapıya zərbə. Murad Rüstəmov topu qarşılayır. Nihatın zərbəsi idi. Hakan. Və top meydanı tərk edir. Cəlmə zərbəsindən İbrahim. Və hakim görüşü bitirir hörmətli tamaşaçılar. Hər iki komandaya növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun gələn görüşlərə dək.